Rusiya ordusu demək olar ki, tamamilə ət hücumu adlandırılan taktikalardan imtina edib. Bu taktika zamanı komandanlıq çoxsaylı piyada dalğalarını hücuma göndərərək say üstünlüyü hesabına Ukrayna müdafiəsini zəiflətməyə çalışırdı. İndi isə işğalçılar getdikcə daha çox 2-4 nəfərlik kiçik diversiya və hücum qruplarından istifadə edir, Ukrayna mövqelərinə görünmədən sızmağa çalışırlar. Bu barədə Telegraf nəşri yazıb, nəşrin qeyd etdiyinə görə Ukraynaya qarşı geniş miqyaslı işğalın ilk illərində Rusiya ordusu canlı qüvvə və zirehli texnikanın kütləvi hücumlarına arxalanaraq irəliləməyə çalışırdı. Bu taktika Kremlə çox böyük itkilər bahasına başa gəlib. Geniş miqyaslı işğalın başlanmasından bəri Rusiya ordusunun təxminən 1,3 milyon hərbçi itirdiyi, onlardan təxminən 325 mininin öldüyü bildirilir. Lakin texnologiyanın inkişafı döyüş meydanını ciddi şəkildə dəyişdirib. Pilotsuz uçuş aparatları cəbhə xəttini daim nəzarətdə saxlayır və böyük canlı qüvvə toplanmalarını sürətlə aşkar edir. Radioelektron mübarizə sistemləri isə hücumların koordinasiyasını çətinləşdirir. Məqalədə bildirilir ki, bu səbəbdən ənənəvi insan dalğaları artıq əvvəlki qədər effektiv deyil. Böyük Britaniyanın Chatham House araşdırma mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə analitiki Keir Giles izah edib ki, Rusiyanın yeni taktikası şəffaf döyüş meydanı deyilən vəziyyətə cavabdır. Belə ki, müasir texnologiyalar vasitəsilə hər bir hərəkət çox sürətlə aşkarlanır. Rus əskərlərinin açıq ərazilərdə güllə süngəri kimi irəlilədiyi böyük qruplar əvəzinə. Hazırki taktika Ukrayna mövqeləri arasındakı boşluqlardan istifadə edərək yavaş və gizli şəkildə sızmanı nəzərdə tutur, deyə o bildirib. ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, aprelin sonlarında Rusiya hücumları əsasən taqım həcmində qüvvələr və ya daha kiçik qruplar tərəfindən həyata keçirilir. Kritik təhlükələr layihəsinin analitikləri isə bildiriblər ki, Ukrayna qüvvələri bu cür kiçik Rus qruplarını tez-tez aşkar edib zərərsizləşdirirlər, lakin onların irəliləyişini tamamilə dayandırmaq həmişə mümkün olmur. Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin baş analitiki Anton Zemlyanoy izah edib ki, yeni taktika cütlüklər və ya kiçik komandalar şəklində fəaliyyət göstərən kiçik piyada qruplarına əsaslanır. Koordinasiya isə hücum qruplarının komandirləri vasitəsilə həyata keçirilir və onlar rota və ya batalyon komandanlığı ilə əlaqə saxlayırlar. Onun sözlərinə görə, Rusiya komanda məntəqələri bu qrupların hərəkətlərini tənzimləmək və Ukrayna qoşunlarının mövqeləri barədə məlumat ötürmək üçün pilotsuz aparatlarından fəal istifadə edir. Bu kiçik qruplar birbaşa döyüşdən yayınmağa çalışır. Əvəzində Ukrayna istehkamlarını dolanaraq müdafiə xətlərinin dərinliyinə sızırlar, deyə Zemlyanoy qeyd edib, nəşr. Bildirir ki, Ukrayna mövqeləri arasına daxil olduqdan sonra bu qruplar tərk edilmiş binalarda, ağaclıqlarda və ya mərmi çuxurlarında möhkəmlənərək əlavə qüvvələrin gəlməsini gözləyirlər. Belə hərəkətlərin məqsədi dərhal hücum etmək deyil, Ukrayna mövqelərinə gözlənilməz istiqamətlərdən təhdid yaratmaqdır. Lakin bu yeni yanaşma da Ruslar üçün uğura zəmanət vermir. Zemlyanoyun sözlərinə görə, bu cür qrupların sağ qalma ehtimalı hələ də çox aşağıdır. Hətta bəzi döyüşçülər müdafiə xəttinə sızmağa nail olduqda belə. Onlar adətən pilotsuz aparatlarla aşkar edilərək məhv edilir və ya Ukrayna bölmələri tərəfindən zərərsizləşdirilirlər. Belə qruplar müdafiə xəttini yara bilmir. Yalnız yavaş və sürünən irəliləyiş mümkündür ki, bu da hər kvadrat kilometr üçün yüksək itkilər bahasına çox məhdud ərazi qazancı verir, deyə ekspert vurğulayıb.